Sənə bir sual verim. Sənin biznesin 3 il əvvəl haradaydı? Dövriyyə nə qədər idi? Mənfəət nə qədər idi? Və indi hardasan? Əgər cavab təxminən eyni yerdədirsə, sən tək deyilsən. Azərbaycan sahibkarlarının böyük hissəsi bu vəziyyətdədir. İşləyirlər, çalışırlar, hər gün hərəkət edirlər, amma biznes böyümür. Eyni müştərilər, eyni dövriyyə, eyni problemlər. İl dəyişir, amma vəziyyət dəyişmir. Və sahibkar bunu nə ilə izah edir? Bazar çətindir, rəqabət çoxdur, iqtisadiyyat pisdir. Müştərilərin alıcı qabiliyyəti aşağıdır. Mən 28 illik təcrübəmlə sizə deyim ki, bunların əksər zamanı bəhanələrdir. Əsl səbəb tamamilə başqa yerdədir. Və bugün mən o səbəbi sizə göstərəcəm. Gəlin əvvəlcə sahibkarların adətən günahlandırdığı məsələlərə baxaq. Birincisi, rəqabət. Rəqibim ucuz satır, müştərilərimi aparır. Yaxşı. Amma rəqibin həmişə var idi. 3 il əvvəl də var idi. Niyə vaxt böyüyə bilirdin, indi yox? Rəqib yeni problem deyil. Rəqib cavab verə bilməmək köhnə problemdir. İkincisi, bazar. Bazar daralıb, müştəri azdır. Amma eyni bazarda başqaları böyüyür. Eyni şəhərdə, eyni sektorda, eyni müştərilər satır, amma böyüyür. Deməli, bazar deyil, sən fərqli bir şey edirsən, ya da etmirsən. Üçüncüsü, iqtisadiyyat. İşsizlik çoxdur, inflyasiya var, alıcılıq qabiliyyəti aşağıdır. Bunlar real faktordur, inkar etmirəm. Amma iqtisadiyyat hamı eyni təsir edir. Niyə bəziləri böyüyür? Həmin şərtlərlə. Bəziləri böyümür. Cavab budur. Kənar amillər sənin biznesinə təsiri var. Amma ikinci dərəcəli ola bilər. Sənin içərindəki problemlərdir ki, biznes böyümür. Və bu problem 3 yerdən qaynaqlanır. Birinci əsas səbəb. Sən biznesini hisslə idarə edirsən, rəqəmlərlə yox. Soruşuram, sənin ən gəlirli məhsulun hansıdır? Hamısı yaxşı satılır deyir. Sən müştəri əldə etmək xərci nə qədərdir? Bilmirəm, reklam verirəm, gəlir deyir. Sənin marjan neçə faizdir? Dəqiq bilmirəm, amma qazanıram deyir. Bu sahibkar gözü bağlı avtomobil sürənə bənzəyir. Hərəkət edir, amma hara getdiyini bilmir. Nə vaxt benzini bitəcəyini bilmir. Qarşısında nə olduğunu görmür. Və sonra təəccüblənir ki, niyə istədiyi məntəqəyə çatmır? Rəqəmlər sənin gözlərindir. Onlarsız sən kör idarə edirsən və kör idarə etmə dayanmağa məhkumdur. Biznes böyüyə bilməz, çünki sən harada böyüyəcəyini bilmirsən. Mən konsultasiyalarda bunu dəfələrlə görmüşəm. Sahibkar gəlir, deyir, böyüyə bilmirəm. Oturub rəqəmlərə baxırıq və 30 dəqiqəyə aydın olur ki, bu adamın 4 məhsuldan biri mənfəətin 60%-ni verir. Qalanları demək olar ki, zərərdədir. Amma o, vaxtın 70%-ni həmin zərərli məhsullara sərf edir. 3 ildir. 3 ildir ki, enerjisini sərf yerə yönəldir və bilmir bunu. 30 dəqiqəli rəqəm analizi 3 illik tıxanmanın səbəbini göstərdi. Problem bazarda deyil, problem özünü görmə qabiliyyətinin olmamasında idi. İkinci səbəb, sən biznesin ilk gündəki model ilə hələ də işləyirsən. Nə demək istəyirəm? Hər biznesin bir başlanğıc modeli var. Sən biznesi açanda müəyyən qiymət qoymusan, müəyyən məhsullar satmısan, müəyyən üsulla müştəri tapmısan. İlk ildə bu model işləyibdir. Bəlkə ikinci ildə də işləyibdir. Amma bazar dəyişir, müştəri gözləntiləri dəyişir, xərclər dəyişir, rəqabət dəyişir. Sən isə dəyişmirsən. Real misal, bir sahibkar 5 il restoran açıbdır. Menyu eynidir, qiymətlər azca artıbdır, xidmət modeli eynidir. Amma 5 ildə nə dəyişir? İcarə artıbdır, ərzaq məhsullarının qiyməti artıbdır, işçi maaşları artıbdır, müştərinin gözləntiləri artıbdır. Bu adam eyni yanaşma ilə işləyir, amma xərclər artdığı üçün mənfəəti hər il azalır. Və bu onu bazar çətindir kimi izah edir. Xeyr, sən dəyişmədin. Bazar dəyişdi. Hər il sahibkar oturub öz biznes modelini yenidən baxmalıdır. Bu sualları verməlidir özünə. Mənim qiymətlərim hələ də doğrudurmu? Xərc strukturum dəyişibmi? Müştəri profili dəyişibmi? Hansı məhsulum artıq köhnəlibdir? Hansı yeni imkanlar var ki, mən görə bilmirəm? Bu strateji auditdir və əksər sahibkarlar bunu heç vaxt etmir. 3 il əvvəl nə edirdilərsə onu da edirlər və təəccüb edirlər ki, niyə nəticə eynidir. Üçüncü əsl səbəb, sən özün dəyişməlisən. Əvvəlki videolarda da dedim ki, biznes sahibkardan böyük ola bilməz. Sənin biznesin sənin güzgündür. Əgər sən inkişaf etmirsənsə, biznesin inkişaf etməyəcəkdir. Bu konkret olaraq nə deməkdir? Sən 3 il əvvəl eyni qərar verəcəkdin, indi də eyni qərar verirsən.
Eyni müştəriyə eyni cavab, eyni problem, eyni reaksiya. Sən yeni bacarıq öyrənməmisən, rəqəmləri oxumağı öyrənməmisən, insanları idarə etməyi öyrənməmisən, vaxtı prioritləşdirməyi öyrənməmisən. Sən 3 il əvvəlki sahibkarsan, sadəcə 3 il daha yaşlı versiyada. Amma biznes mühiti 3 il əvvəlki kimi deyil. Mühit dəyişibdir, sən dəyişməmisən. Mən bunu çox sayda sahibkarlarda görürəm. Və maraqlısı, bunu dəyişəndə nəticə çox sürətli olur. Çünki biznesin böyüməsi üçün resurs var. Sadəcə sahibkar o resursu görə bilmir. Sahibkar böyüyəndə birdən görür onu. Bir sahibkar var idi, 4 ildə eyni yerdə idi. Mənə gəldi, biz birlikdə işləməyə başladıq. Birinci ən çətin idi, çünki texniki iş deyildi. Onun inanc sistemlərini, qorxularını, vərdişlərini yoxladıq. Mən hər şey özüm etməliyəm inancı var idi. Əgər ucuz satmasam, müştəri gəlməz inancı var idi. Yaxşı işi tapmaq mümkün deyil, deyirdi. Bunların heç biri həqiqət deyildi. Amma o, bunlara inanırdı və hər qərarını bu inanclar əsasında verirdi. İnanclar dəyişəndə qərarlar dəyişdi. Qərarlar dəyişəndə nəticə dəyişdi. 8 ay ərzində mənfəət 70% artdı. Texniki olaraq yeni bir şey etmədik. Sadəcə köhnə blokları açdıq. Gəlin xülasə edək. Sənin biznesin niyə 3 ildir eyni yerdədir? Rəqabətə görə deyil, bazara görə deyil, iqtisadiyyata görə deyil. Ola bilər, amma ikinci dərəcəlidir. Birinci əsas səbəb, sən rəqəmlərinə baxmırsan və gözü bağlı idarə edirsən. İkinci, sən 3 il əvvəlki biznes modelinə işləyirsən və adaptasiya etməmisən. Və üçüncü, sən özün dəyişməlisən, qorxuların və inancların eynidir. Deməli, qərarların da eynidir. Bu üç problemin həlli var. Birincisi, rəqəmləri öyrən. İkincisi, biznes modelini hər il yenidən nəzərdən keçir. Üçüncüsü və ən vacibi, özünü investisiya et. Özünü tanı, öz bloklarını gör və böyüyün. 2x kursu tam olaraq bu üç sahəni əhatə edir. Birinci modul sən. Özünü tapmaq, bloklarını görmək, sahibkar kimi yeni səviyyə keçmək. Sonraki modullar rəqəmlər, analiz, sistem, strategiya, hər şey praktiki, hər şey sənin biznesinə tətbiq olunandır. Süni intellektdən istifadə edərək öz analiz alətlərini quracaqsın. VIP paketini alanlar isə xalis mənfəətinin 1 il ərzində 2 dəfə artırılması zəmanəti verir. Baş verməsə, pullarınız geri qaytarılır. Sənin biznesin eyni yerdə qalmağa məhkum deyil. Sən dəyişsən, biznesin dəyişəcəkdir. Pərvizi.org. Daxil ol, qeydiyyatdan keç.